Rəşad müəllim, bəzi firqələr belə bir iddia eləyirlər, hətta Əhlüsünnənin adından ki, Əhlüsünnə şiələri müsəlman hesab eləmir. Bu nə qədər Bu doğrudur? batildir qardaşım. Bu batildir. Bizdə Əhlüsünnədə zərrə qədər şübhə, şək yoxdur ki, şiələr müsəlmandır. Şiə məzhəbində olan insanlar müsəlmandır. Əhlüsünnə şiələri təkfir etmir. Bunu kim deyirsə, yalan deyir. Yaxud o əhlüsünnə deyil. Məsələn, ola bilər xaricələr, xavariclər. Onlar bizi də təkfir edirlər. Onlar özlərindən başqa hamısını kafir sayırlar. Ola bilsin onlardır. Amma biz əhlüsünnə olaraq şiə məzhəbində olan insanları kafir saymırıq, müsəlman görürük. Ola bilər, məsələn, bəzi firqələr var, məsələn, qaramitalar olsun, məsələn, rafizilər olsun, yaxud məsələn, ələvilər olsun. Elə firqələr var ki, məsələn, onlarda küfür açıq aydındır, mövcuddur. Məsələn, etiqad edirlər ki, Quran dəyişdirilib, əlimizdə olan, oxuduğumuz Quran o deyil. Həqiqi Quran Mehdidədir, o gətirəcək. Yaxud məsələn, Cəbrail vəhyi nazil edəndə İmam Əliyə gətirməli idi, səhv salıb Muhammed sallallahu aleyhi və səlləmə verib. Yaxud məsələn, İmam Əliyə Allah deyirlər, üluhiyyə sifətini verirlər ona, İmam Əliyə, ibadət edirlər. Belə firqələr var, bunlar küfürdür, şək yoxdur. Amma şiə məzhəbində olan insanlar, məsələn, bizim ətrafımızda belə bir yerdə yaşayırıq ki, dost, tanış, əksəriyyəti şiə məzhəbində olan, biz onları müsəlman görürük, burada heç bir problem yoxdur. Onlarda nədir? Düzdür, bəzi şeylərlə biz razılaşmırıq. Məsələn, şiələr var ki, İmam Əlini Osman bin Affandan daha fəzilətli görür, üstün. Biz deyirik, bu xətadır. Osman Əlidən daha üstündür. Lakin, məsələn, İmam Əli xilafətə daha, xəlifəliyə daha layiq idi. Var bu kimi, bu insanlar təkfir edilmir. Ən uzağı deyəcəksən ki, bu xətadır, səhvdir. Yəni, şiə məzhəbində olan insanlar, onlar bu etiqadda deyirlər. Məsələn, bizim ətrafımızda şiələr var, şiə məzhəbində olan insanlar var, müsəlmanlar var. Onlara deyəndə deyir, əstəğfurullah, Quran dəyişdirilib nədir, qardaşım? Quran həqiqi Qurandır, Allahın kitabıdır. Yaxud, məsələn, biz Əliyə Allah demirik. Yaxud, məsələn, biz Peyğəmbərin xanımını, möminlərin anası Ayşə radiyallahu anhə söymürük, əuzubillah. Bu itham eləmək olmaz. Yaxud biz sahabələri söymürük. Şiə məzhəbindədir. Məzhəb olaraq şiə məzhəbinlə gedir. Onlar müsəlmandırlar, şək yoxdur. Əhlüsünnədən heç kim şiə məzhəbində olanlar təkfir etməyib. Müsəlmandırlar, uzaq deyəcəksən ki, bəzi mövzular var ki, biz razılaşmırıq onunla. Biz deyirik ki, bəli, bu mövzuda xətadır, Osman bundan üstündür. İmam Əlidən, yaxud misal üçün şiə məzhəbində olanlar var ki, Muaviyyə ilə Əli arasında olan məsələsində deyir ki, İmam Əli haqlıdır, Muaviyyə səhv edib. Bu başqa söhbətlərdir. Amma təkfirə gələndə, kafir saymağa bizdə belə şey yoxdur. Müsəlman, şiə məzhəbində olan insanlar müsəlmandır. Bunda zərrə qədər də şək yoxdur. Allah daha doğrusunu bilir.